Salam. Heç düşünmüsünüzmü? Bizi digər planetlərdən fərqləndirən, həyatı mümkün edən o möcüzə nədir? Bəli, bu sadəcə hava deyil. Bu, planetimizi qoruyan mürəkkəb bir qalxandır. Gəlin elə indi birlikdə yer kürəsinin səthindən kosmosun o biri üzünə, göylərə doğru inanılmaz bir səyahətə çıxaq. Hər gün başımızın üstündəki o sonsuz mavi səmaya ya da gecələr ulduzlarla bəzənmiş o dərin sükuta baxırıq, elə deyilmi? Bəs sizcə bu boşluq həqiqətən də boşdur? Gəlin deyim ki, heç də elə deyil. Bu sualın cavabı bizi sirlərlə dolu bir dünyaya aparacaq. Baxın, yer kürəsini, Günəş sistemindəki o qədər planetdən fərqli, unikal edən şeylərdən bəlkə də ən birincisi məhz atmosferidir. Bu qaz örtüyü, təsəvvür edin, təkcə nəfəs almağımız üçün deyil. O eyni zamanda bizi qoruyan, həyatın özünü mümkün edən bir qalxandır. Yaxşı, gəlin lap təməldən başlayaq. Hər an, hər saniyə içimizə çəkdiyimiz bu görünməz okean, yəni hava, əslində nədir? İçində nə var? Gəlin baxaq, çünki bu sualın cavabı atmosferin möcüzəsini anlamaq üçün atacağımız ilk addımdır. Və cavab ilk baxışdan sizi biraz təəccübləndirə bilər. Bilirsinizmi, nəfəs aldığımız havanın əslində böyük hissəsi, yəni tam 78% azotdur. Həyat üçün o qədər vacib olan oksigen isə cəmi 21% təşkil edir. Qalan o balaca 1%-ə isə argon, karbon qazı kimi başqa qazlar sığıb. Amma bu hekayənin yalnız başlanğıcıdır. Bu rəqəmlər, bu faizlər sadəcə işin səthidir. Atmosferin əsl möcüzəsi, onun əsl sirri quruluşunda, yəni üst-üstə düzülmüş o fərqli qatlarında gizlənir. Elə isə hazırsınız? Gəlin indi birlikdə yer səthindən qalxıb kosmosa doğru addım-addım yüksələk. Hər qatın özünə məxsus sirlərini və həyatı missiyasını bir-bir kəşf edək. Və ilk dayanacağımız bizim evimiz, troposfer. Bəli, bax elə indi içində olduğumuz qat budur. Bütün canlıların yaşadığı, yağışların yağdığı, küləklərin əsdiyi, bir sözlə həyatın və havanın qaynadığı yer məhz buradır. Təsəvvür edə bilirsiniz? Bütün o nəhəng atmosferin kütləsinin tam 75%-i məhz bu nisbətən nazik qatda cəmləşib. İnanılmaz sıxdır. Elə buna görə də bildiyimiz bütün hava hadisələri, buludlar, fırtınalar, yağışlar hamısı burada baş verir. Bir də ekvatorda daha qalın, qütblərdə daha nazik olması da tamamilə temperaturla bağlı bir məsələdir. Yaxşı, troposferdən biraz yuxarı qalxırıq və bizi stratosfer qarşılayır. Bura artıq daha sakit, daha təmkinli bir məkandır. Amma bu sakitliyin arxasında planetimizin ən vacib müdafiə sistemlərindən biri o məşhur ozon qalxanı dayanır. Baxın, stratosferdəki ozon qatının əhəmiyyətini nə qədər desək azdır. O olmasaydı, Günəşin o zərərli ultrabənövşəyi şüaları birbaşa yerə çatar və bildiyimiz mənada həyat üçün dəhşətli bir təhlükə yaradardı. Həm də bura o qədər sakitdir ki, heç bir fırtına, heç bir bulud yoxdur. Yalnız arada sırada buz kristallarından yaranan o sirli gümüşü buludlar peyda olur. Səyahətimiz davam edir. Daha da yuxarı qalxırıq və mezosferə çatırıq. Bu qatı necə təsəvvür edin bilirsiniz? Sanki yer kürəsinin kosmosdan gələn daşlara, meteorlara qarşı qurduğu bir qalxandır. O gecələr səmaya baxıb gördüyümüz axan ulduz dediyimiz o romantik mənzərə var. Əslində o, planetimizin özünün müdafiə anıdır. Kosmosdan gələn meteorlar məhz bu qata girəndə sürtünmədən yanıb kül olur. Yəni o ulduz yağışı dediyimiz şey əslində bizim kosmik qalxanımızın işlədiyini göstərir. Və bu qat inanılmaz soyuqdur, yəni dondurucu. Temperatur bəzən -90 dərəcə Selsiyə qədər düşür. Təsəvvür edin, bu bütün atmosferdəki ən soyuq nöqtədir. İndi isə hazır olun, çünki ziddiyyətlərlə dolu bir qata gəlib çatdıq. Termosferə. Bura eyni anda həm ağlasılmaz dərəcədə isti, həm də o möhtəşəm qütb parıltılarının, yəni auroraların rəqs etdiyi yerdir. Temperaturdan danışaq, buradakı istilik ağlasığmazdır. 1700 dərəcə Selsi. Bir dəqiqə, 1700. Bu, bir çox metalı belə əridib suya döndərəcək bir istilikdir. Amma gəlin işin ən qəribə, ən heyrətamiz tərəfinə.
Qaz molekulları bir-birindən o qədər aralı, o qədər seyrəkdir ki, bu istiliyi bir-birinə ötürə bilmirlər. Yəni nə deməkdir bu? O deməkdir ki, siz orada olsaydınız, bu 1700 dərəcə istinin içində donardınız. İnanılmaz bir paradoks, elə deyilmi? Amma bu qatda başqa nələr var? Təkcə istilik və paradokslar deyil. O möhtəşəm qütb parıltıları məhz burada yaranır. Bizim üçün vacib olan radio rabitəsini təmin edən ionosfer qatı da buradadır. Və bəli, bir də yuxarı baxanda bəzən gördüyümüz o parlaq nöqtə, yəni beynəlxalq kosmik stansiya da məhz bu qatın içində, yer ətrafında dövr edir. Və nəhayət, gəlib çatdıq səyahətimizin son dayanacağına, egzosferə. Bura artıq kosmosla sərhəddir. Atmosferimizin ən yuxarı, ən seyrək qatı. Planetimizin nəfəsinin bitib, kosmik boşluğun başladığı yer. Egzosfer o qədər seyrəkdir ki, burada ancaq ən yüngül qazlar, yəni hidrogen və helium qala bilir. Və o, günəşin güclü radiasiyasına, o amansız günəş küləklərinə qarşı bizim ilk, ən ön cəbhədəki müdafiə xəttimizdir. Beləcə bütün səyahətimizə baxanda bir şey aydın olur. Atmosferin hər bir qatı əslində planetimizi fərqli bir təhlükədən qoruyan böyük bir müdafiə sisteminin, nəhəng bir qalxanın ayrı-ayrı parçalarıdır. Gəlin qısaca bir də yada salaq. Stratosfer bizi günəşin zərərli ultrabənövşəyi şüalarından qoruyur. Mezosfer kosmosdan gələn daşlardan, yəni meteoritlərdən qoruyur. Eksosfer isə günəş radiasiyası və o günəş küləklərindən qoruyur. Görürsünüz, hər qatın özünə məxsus həyati bir missiyası var. Yaxşı, bəs bütün bunların bizim üçün əhəmiyyəti nədir? Bütün bu səyahət, bu qatlar niyə bu qədər vacibdir? Niyə başımızın üstündəki bu görünməz okeanı anlamağa çalışmalıyıq? Cavab çox sadədir. Çünki gördüyümüz kimi atmosfer sadəcə nəfəs aldığımız bir qaz qarışığı deyil, qətiyyən. O, planetimizi kosmosun o sərt, amansız şərtlərindən qoruyan, iqlimimizi tənzimləyən və nəticədə həyatın özünü mümkün edən canlı, mürəkkəb və möhtəşəm bir sistemdir. Və sonda sizi bu sualla baş-başa buraxmaq istəyirəm. Bir anlıq düşünün, əgər başımızın üstündəki bu çox qatlı, bu möcüzəvi qoruyucu qalxan olmasaydı, yer kürəsi necə bir yer olardı? Bəlkə Mars kimi buzlu və cansız bir səhra, ya da Venera kimi yandırıb yaxan bir cəhənnəm. Bax, bu sualın cavabı atmosferimizin bizim üçün nə qədər dəyərli olduğunun ən yaxşı sübutudur.